Uşaqlıq dövrüm hardasa 5 yaşa qədər ailəmin düzü indi maddi durumu yetərincə yaxşıdır, amma o dövrlər üçün çox pis idi. Və hətta mən dünyaya gəlmək üzrəykən, yəni anam yeməyə heç nə tapmayıb. Anam kiraya qaldığı evdə həyətdə bir əncir ağacı bitirmiş, acana düşüb o əncir ağacından nəsə yeyib və çox kasıbçılıq olubdur. Və mən dünyaya gələn günü, mən axşam dünyaya gəlmişəm, günorta vaxtı atam universitetində oxuyurdu, həm də işləyirdi. Bir xanım yaxınlaşıb atama ki, bəs xarici vətəndaş olub, mənə filan nədəsə kömək et universitetlə bağlı və mən sənə çox yaxşı pul verəcəm. Atam da köməklik eləyib və həmin xanım atama həmin dövrdə səhv etmirəmsə $300 mı ya $300 səhv etmirəmsə pul veribdi və o pul da o dövr üçün təbii ki qat-qat yüksək məbləğ idi və atam gəlib evə anamı sevdiyi meyvələrdən alıb və həmin o pul gələn günü mən dünyaya gəlmişəm. Valideynlərim deyir ki, sən çox üzü çörəkli olmusan hər zaman, yəni ruzlu olmusan hər zaman. Amma uşaqlığım təəssüf olsun ki, o qədər də düşünürəm ki, uşaqlığımı normal yaşamamışam və mənim heç bir oyuncağım olmayıbdır. Bu barədə hər zaman müəyyən əksikliyim olubdur. Hər zaman baxırdım, məsələn, həydə düşürdüm filan kəsin, nə bilim, velosipedi var, filan kəsin, nə bilim, nə var, amma mənim olmayıbdır. İlk öz qazandığım pulla getdim, oğlumu da apardım oyuncaq dükanına. O əlini nəyə uzatdısa, mən ona aldım. Onu aldım və bir neçə kulok gəldik evə, bütün işi gücü qoydum qırağa, telefonu da söndürdüm, oturdum oğlumla, oyuncaqlarla, saatlərlə oynadım. Həm o uşaqlığını yaşadı, həm mən öz uşaqlığımı yaşadım və o oynaya bilmədiyim bütün kuklaları da özümə almışdım.